Salam. Bugünkü podkast verilişimizin qonağı Ülviyə xanım Abdullayevadır. Salam Ülviyə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Zəhmət olmasa izləyicilərimizə özünüzü tanıdarsınız. Mən Ülviyə Abdullayeva, təxminən 8 ilə yaxındır network marketing sektorundan fəaliyyət göstərirəm. Qazancımı bu sektorda təmin edirəm. Ülviyə xanım, istəyirik ki, izləyicilərimizə hal-hazırda çalışdığınız şirkət haqqında məlumat verəsiniz. Zəhmət olmasa. Hal-hazırda çalışdığımız şirkət Enion Box şirkətidir. Yəni adı qutu açmadır. Təsəvvür edin ki, insanlar hər zaman həyatlarında görüblər, YouTube olsun, Instagram olsun, hər yerdə reklamlar qarşımıza çıxır və bu sahədə isə hansı bu sektorda isə reklamları izləyərək, yəni bu da bir platformadır. Orada sadəcə qarşımıza çıxan reklamları izləyərək gəlir mənbəyinə çeviririk, bunu gəlir əldə edirik və bu da bilirsiniz ki, şirkətimiz Azərbaycanda tam rəsmi şəkildə fəaliyyət göstərir, vergi ödəyicisidir, bu çox önəmlidir və ən əsası bunu mən hər zaman, hər yerdə deyirəm, şirkət MMC-dir, yəni məhdud məsuliyyətli cəmiyyətdir, bu çox önəmlidir. Yəni Azərbaycanın hər bir yerində, Bakının hər bir küçələrində şirkətimizin reklamları yerləşdirilib və ən önəmli nöqtəyə toxunmaq istəyirəm. Şirkətin gəlir planı çox rahatdır, sadədir. Hətta burada pasiv gəlir belə var. Bu nə deməkdir? İnsanlar yəni belə deyim, yəni əslində bilirsiniz, networkda şəbəkədə insanlar şəbəkə qurur, amma bu sektorda, burada, yəni bu şirkətdə şəbəkə olmasa belə yenə də qazanc var. Düzdür, az miqdardadır. Dəvət etməsən, bəli, dəvət etməsən belə bu yəni bu şirkətdə qazanc mövcuddur. Bu çox önəmlidir. Çünki burada bütün növləri var. Müəyyən qutu ilə şirkətə qeydiyyat olanda, yəni şəxsi bir kabinetin olur, həmin kabinetdə müəyyən bir qutular olur, həmin qutuları alıb, yəni dövrəyə keçirirsən və həmin dövrəyə qarşılıq sən insan dəvət etməsən belə zaten gəlir var. Yəni qazanc növləri də bir yerdə deyil, bir neçə yerdən gəlir var. Bəs gündə neçə saat məşğul olmaq lazımdır? O hər kəsin özündən asılıdır. Yəni bunu hər kəs limit yoxdur. Xeyr, limit yoxdur. Ya da sənə deyə bilməz. Zaten bu özgürlük işidir, bilirsiniz. Yəni rahatdır hər kəs. Heç kimin burada müdiri yoxdur. Heç kimin başının üstündə bir kəs dayanmır. Sadəcə biz lider olaraq onlara dəstək veririk sadəcə. İnsanları mentorluq edirsiniz. Bəli, mentorluq edirik. Onlara yəni təlimlər, təqdimatlar oflayn və onlayn şəkildə həyata keçiririk. Tam ödənişsiz olur bu təlimlər. Bəli, təlimlər. əlbəttə ki, tam ödənişli şəkildə həyata keçiririk. Çünki onların da öyrənməyi və bu sektorda uğur qazanmağından ötürü və sektorun ən gözəl cəhəti odur ki, sırf bu Enion Box şirkətində nə önəmlidir mənim üçün. Burada gətirdiyin insan qazanmayanda sən də qazanmırsan. Onlar qazanc əldə etməlidirlər ki, sən də onların qazancından qazanc əldə etmiş ola bilərsən. Aha. Bəs yeni qoşulanlara nə məsləhət vermək istəyirsiniz? Yeni qoşulanlara məsləhət vermək istəyirəm, hər zaman dayanıqlı olsunlar, kənarın neqativlərindən uzaq olsunlar. Bu çox önəmlidir. Əsasdakı şəbəkə Özlərinə inamları olsun. Özlərinə mütləq inanmalıdırlar, bəli, və ən əsası uğra doğru addımlamalıdır. Sizin bəhs etdiyiniz şirkət, hara şirkətdə zəhmət olmasa məlumat verərsiniz? Enion Box şirkəti Böyük Britaniyada ilk öncə başlayıb fəaliyyət göstərib və 2025-ci ildə Azərbaycan bazarını seçib ilk öncə. Yəni hal-hazırda Azərbaycan bazarında fəaliyyət göstərir və ən önəmlisi odur ki, hal-hazırda şirkət tək Azərbaycanda yox, biz yəni açılmışıq Gürcüstana, Türkiyəyə və Rusiya vilayətinə açılmışıq bu arada. Bu çox önəmlidir. 4 ölkə ilə işləyirsiniz. Bəli, hal-hazırda digər ölkələrlə də komanda qururuq, orada fəaliyyətimizi davam etdiririk. Və Bakının da, yəni Bakıda da ofisimiz var bir neçə yerdə və əlavə olaraq rayonlarda da bilirsiniz ki, bizim rayon komandalarımız da var. Onlar bizdən onlayn şəkildə fəaliyyət göstərirlər. Hal-hazırda onların da offlayn şəkildə fəaliyyət göstərməyindən ötürü müxtəlif rayonlarda bizim ofislərimiz yerləşdirilir. Hansı ki, Xaçmaz olsun, Qusar rayonunda ofisimiz var və digər rayonlarda da hal-hazırda işlər gedir. Bəs hal-hazırda sizin komandanızda neçə xanım və ya bəy var? Ümumilikdə komandamızda 240-dan çox nəfər var. Mənim şəxsi komandamda bəli 240 nəfərdən artıq nəfər var. Amma bu şəbəkə biznesi olduğuna görə bunların təxmini 20-sini mən dəvət etmişəm. Amma burada birinci və ikinci xəttlər də var. Onlardan da mənə gəlir. Hamısı qazana sizə də gəlir. Bəli, eynən. Onlar qazandıqca biz də qazanırıq. Aha, başa düşdüm. Bəs bu sahəyə sizdə maraq necə yaranıb? Bu sahəyə maraq əslində uşaqlıqdan var məndə. Çünki özgür iş görməyi sevən bir insanam. Hər zaman istəyirəm ki, ətrafımdakı insanlara, yəni yaxşı tərəfdən bir yaxşılığım toxunsun. Ona görə də network marketing sektoru da şəbəkə biznesi olduğuna görə mənim üçün maraqlıdır ki, burada insanlara özüm kimi fayda verə bilim. Bəs niyə bu sektoru seçdiniz? Bu sektoru seçməkdə səbəb isə sırf rahat gəlirdi. Çünki bilirsiniz ki, yəni maraqlı işlər necədir? Yəni gedirsən, orada müəyyən bir məbləğ var, qazanclı bir formada təmin edirsən. Amma network marketing sektoru, yəni şəbəkə biznesində qazanc limitsizdir. Ona görə mən bu sektordayam. Aha, lap gözəl. Bəs bu iş həyatınıza, bu sektor həyatınıza nə qatıb?
Həyatıma çox şey qatıb, yeni insanlarla tanış olmuşam, yeni kütlələrlə tanış olmuşam, ətrafımı dəyişmişəm, özüm çox sosiallaşmışam. Bu mənim üçün çox önəmlidir. Ailəmə maddi tərəfdən çox yaxşı gəlirəm, yəni yardım edirəm, dəstək oluram. Ona görə mənim üçün bir nömrəlidir, yəni network marketing. Zaten heç bir zaman marşrutla da çalışıb bilmirəm. Getsəm belə inanın ki, bir ay işləyirəm, sonra уже davam edirəm. Çünki bu iş elədir ki, istədiyiniz yerdə fərqi yoxdur. Bəli, İşinizi görə bilirsiniz, çalışa bilirsiniz. Getdiyimiz məkanlarda, ortamlarda ən əsası mənim üçün dünya gəzmək önəmlidir. Bilirsiniz ki, network marketing sektoru elə bir sektordur ki, buradan yəni ölkələrə belə çıxış edə bilirsən. Sizin olubmu səyahətiniz? Bəli, mən Özbəkistana 4 dəfə Türkiyə səyahət etmişəm. Sırf network Şirkət siz göndərir. Bəli, şirkət hesabına getmisiniz. Bəli, şirkət. Ha, nə gözəl, maşallah. Bir lider üçün komanda qurarkən ən önəmli nöqtə liderin dayanıqlı olmağıdır. Hər problem olduqda bunu komandaya bildirməməlidir və Bəs dostlarınızı, insanları bu şirkətə necə dəvət edirsiniz? network marketing sektorunda recruiting olur, yəni insan dəvəti olur. Bu recruiting həm isti olur, həm soyuq olur. İsti kontakt, soyuq kontakt. Bu nə deməkdir? İsti kontakt bizim ətrafımızdır, hansı ki mənim hər zaman üzə görüşdüyüm insanlar, mənə güvənən insanlar və bir də soyuq recruiting var, kontakt var. Bu da nə deməkdir? Bu platforma üzərindən olur, sosial şəbəkələrdən, istəyir Instagram olsun, istəyir TikTokda olsun. Biz ümumi videolar yerləşdiririk, insanlar baxır və orada da ən önəmli də odur ki, yəni düzgün şəkildə yəni fikrini izah edə biləsən və mən hər zaman bunun əleyhinə olmuşam ki, insanlara onların yaxşılığına yanaşmaq çox önəmlidir. Şəxsən mən bura dəvət etdiyim insanlar bu gün mənə dua edirlər. Hətta onu sizə göstərə bilərəm ki, Ülviyə xanım çox sağ olun ki, məni bura dəvət etmisiniz. Mən gəlir əldə edirəm. Hər zaman Çox gözəl feedbacklər alırsınız. Bəli, həqiqətən də çox gözəl geri dönüşlər alırıq. Bunlar məni çox sevindirir. Ha, lap gözəl. Şirkətə və rəhbərlərinizə təşəkkür mesajınızı necə verərsiniz? Həqiqətən də mən buradan dərin təşəkkür edirəm. İlk öncə Azərbaycanı quran, yaradan, hansı ki bizim Tanya menecerimiz Nuah bəyə dərin təşəkkür edirəm. Bizim bir sualımızı həmən dəqiqə təsəvvür edin, biz nə qədər komandayıq. İnan ki, Azərbaycanın yarısı hal-hazırda Enion Books şirkətində fəaliyyət göstərir. Buna baxmayaraq bizə hər bir dəstək verir. Hər xırda bir sualımızı həmən dəqiqə cavablayır. Bir problem, xırda bir problem olarsa həmən dəqiqə həll edir. Buradan çox dərin təşəkkür edirəm və ən əsası bizim kimi insanlara, Azərbaycan xanımlarına dəstək olur, qazanc əldə etməyimizə və mən deyim ki, sosiallanmama elə insan var ki, Evdar xanımdır. O belə burada möhtəşəm gəlirlər əldə edir, ailəsinə hansısa bir qatkıda bulunur. Bəli. Ona görə buradan dərin təşəkkür edirəm. Biz də sizə təşəkkür edirik bugünkü verilişimizin qonağı olduğunuz üçün, insanları maarifləndirdiyiniz üçün. İnşallah sizin bu mesajlarınız, sizin bu sözləriniz sosial olmayan, evdə olan xanımlarda böyük bir motivasiya olar. İnşallah. Çox təşəkkür edirəm mən də sizə. Minnətdaram. Sağ olun, təşəkkürlər.